Gəncənin 4 saylı şəhər qəbirstanlığında dəfn olunan 19 İspan pilotlar həm də tarixi məlumatlara görə 2-ci Dünya müharibəsi dönəmində Moskvanın, Leningradın, Odessanın, Qafqazın və xüsusilə də Bakının hava məkanında Alman faşizminə qarşı ölüm-dirim savaşında müstəsna rol oynamışlar. Həmin dövrdə, həm də 2-ci Dünya müharibəsi dövründə Bakının səmasının da müdafiəsində iştirak edən və təlimlər zamanı vəfat edən İspan pilotlar Gəncə şəhərində köhnə qəbirstanlıqda dəfn edilmişdilər. Sonraki dövrdə bu indiki Yeni Səbiskar adlanan qəbirstanlıq salınanda Gəncə şəhərinin köhnə qəbirstanlığında dəfn olunmuş İspan pilotlardan 19 nəfəri ki, onlar vəfat etmişlər. Onlar yeni qəbirstanlığa köçürülərək burada aypara formasında dəfn olunur. İspan pilotlarının Gəncəyə gəlişi isə 2-ci Dünya müharibəsindən əvvələ təsadüf eləyir. 1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsi zamanı respublikaçıları dəstəkləyən keçmiş SSR-də İspanlar üçün hərbi hazırlıq məktəbləri açılmışdı. Belə məktəblərdən biri də Gəncədə idi. Burada pilotlar hazırlanırdı. Gəncə şəhər Şəhid Vüqar Veysalov adına 30 nömrəli tam orta məktəbinin binası 1937-ci ildən 39-cu ilə kimi SSR-nin 20 saylı təyyarəçilər məktəbi kimi fəaliyyət göstərmişdir və bu tikilidə həmən dövrdə İspan pilotlar da müxtəlif təlim və tədris proseslərinə cəlb olmuşlar. Hazırda məktəbin siniflərindən birində İspan təyyarəçilərin xatirə muzeyi fəaliyyət göstərir. Burada onların fotoları, kursantların və təlimçilərin hərbi geyimləri, təyyarə modelləri, həmçinin onlardan bəhs eləyən qəzet yazıları var. 2011-ci ildə hətta İspaniya və Azərbaycan rejissorları tərəfindən Azərbaycan səmalarında adlı filmdə çəkilmişdir. Tarixi mənbələrə görə Gəncədə 500-ə yaxın İspan kursant təhsil alıb ki, onların 193 nəfəri Alman faşizminə qarşı döyüşlərdə iştirak edib. Həlak olanların 19-u Gəncədə dəfn edilib. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş İspan və Sovet təyyarəçiləri sözləri yazılan lövhə yerləşdirilən bu məkan həm də tolerantlıq nümunəsi Azərbaycan və İspan xalqları arasında dostluğun göstəricisidir. Xaliq Qurbanlı, Fuad Quliyev, Emil Məlikov, ASTV Xəbər.